Sidiyə tez-tez gedirsinizsə o zaman bu resepti sona qədər izləyin. Bəzi insanlarda gecə yuxunun şirin vaxtıda Sidiyə getmədən əziyyət çəkirsinizsə, oyandırırsa sizi, o zaman bu resepti sona qədər izləyin. Çünki mən sizə təbii bir resept deyəcəm. Bu sizin dərdinizə mərhəm olacaq. İlk öncə zəhmət olmasa videomuzu bəyənin. Videomuzun şərh bölməsində davam yazaraq bizə dəstəyinizi nümayiş etdirin. Bir dəstə cəfərini yaxşıca yuyun, kir və torpaqdan təmizləyin. 2 stəkan suyu bir qazanda qaynadın. Su qaynamağa başlayanda yuyulmuş cəfərini içinə əlavə edin. Qapağını örtüb 7 dəqiqə zəif odda dəmləyin. Oddan götürüb 10 dəqiqə dəmləməyə buraxın. Sonra süzürsüz. Üzərinə 2 çay qaşığı alaqanqal balı əlavə edirsiniz. Hansı ki bu bal çox möcüzəvi təsir göstərir Sidiyə tez-tez gedən xəstələrə. Bir həftə bunu davam edirsiniz. 10 gün fasilə verdikdən sonra növbəti dəfə bir həftə davam etməklə Sidiyə getmə problemlərinizi yaxşılaşdıra biləcəksiniz. Alaqanqal balını əgər tapa bilmirsinizsə, mən sizə bir nömrə deyirəm, qeyd edin, zəng vurun, alaqanqal balını sifariş edin. 050 458 1991 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.